Hər vaxtınız xeyir, əziz tələbələr. Aprel ayının 6-sı keçirilən ümumi sınaq 6-nın ingilis dili üzrə suallarını mən Əliyeva Səbinə sizə izah eləmək istəyirəm. Deməli, birinci bildiyiniz kimi bizdə ilk 5 sual listening, yəni dinləmə mətninə uyğundur. Dinləmə mətnini etməmişdən əvvəl, yəni izahlarını verməmişdən əvvəl ümumi suallara nəzər salmaq istəyərdik. Deməli, birinci sualda gördüyünüz kimi cümlə verib sadəcə dinləyərək onu tamamlamağımız bizdən tələb olunur. İkinci sualda sual verir və həmin sualın biz cavabını tapmalıyıq, yəni dinləmə mətninə əsasən. Gördüyünüz kimi üçüncü tip sual isə necədir? Yenə bizə suallar verilir və hansı sualın mətndə cavabı olduğunu bildirir. Bunların hamısını dinləmədən sonra cavablarını bildirəcəyik. Dördüncü sual yenə cümlə verir və onu dinləyərək mətnə əsasən tamamlayacağıq. Və beşinci sualda isə bizə 5 variantda cümlələr verilib, hansının doğru olduğunu bizdən tələb edir. Zəhmət olmasa birinci dinləməni edək, daha sonra sualların cavablarını eləyərik. Knowing two or more languages means that your brain may actually look and work differently than those of your monolingual friends. Language ability is typically measured in two active parts, speaking and writing, and two passive parts, listening and reading. While a balanced bilingual has near equal abilities in two languages, most bilinguals around the world know and use their languages in varying proportions. And depending on how they acquired each language, they can be classified into three general types: coordinate bilingual, subordinate bilingual, and compound bilingual. A compound bilingual develops two linguistic codes simultaneously when he or she begins to process the world around. A coordinate bilingual learns one language at schools and continues speaking another language at home and with friends. Subordinate bilinguals learn a second language by filtering it through primary language. All types of bilingual people can become fully proficient in a language regardless of accent or pronunciation. It's well known that the brain's left hemisphere is more dominant in analytical and logical processes, while the right hemisphere is more active in emotional and social ones. Children learn languages more easily because the plasticity of their developing brains lets them use both hemispheres in language acquisition. In most adults, language is lateralized in one hemisphere, usually the left. Regardless of when you acquire additional language, being multilingual gives your brain some remarkable advantages. Some of them are visible, such as higher density of the gray matter that contains most of your brain neurons. The heightened workout the bilingual brain receives throughout its life can also help delay the onset of diseases like Alzheimer's by as much as 5 years. Before the 1960s, bilingualism was considered a handicap that slowed a child's development. While bilingualism may not make you smarter, it makes your brain more healthy, complex, and actively engaged. Dinlədiyimizə görə sualların cavablarını deyə bilərik. Gördüyünüz kimi birinci sual hardasa üçüncü cümlədə olduğu kimi verir. Bilingual yəni iki dillilik deməkdir. Balanced bilingual yəni hər iki dili balanslı şəkildə öz native kimi bilmək. Yəni gördüyünüz kimi sualı oldu. Sadəcə orada common'ın yerinə equal deyir. Eynisi A bəndindədir. Daha sonra ikinci sualda da yəni olduğu kimi yəni bizə cavabını verir. Birinci vurğular compound, coordinate and subordinate bilingual. Daha sonra isə sualın cavabını olduğu kimi vurğulayır ki, compound bilingual develops two linguistic codes at the same time. Orada at the same time yerinə simultaneously, yəni eyni anda deməkdir, olduğu kimi vurğulayır. Daha sonra üçüncüdə bizdə hansı sualın cavabı var? A bəndinin cavabı verilib. Yerdə qalanların cavabı yoxdur. B-ni deyir, amma niyə yoxdur?
Hansı növ avantajları var, yoxdur? Nə qədər iki dilli insan var dünyada, bunun miqdarını demir və e, kiçik yaşdan, yəni adulthoodda yeniyetməlik belə yeniyetməlikdən də iki dilli olmağın faydalarından nədir olduğunu, nə olduğunu qeyd etmir mətndə. Dördüncü sualda, yəni gördüyünüz kimi, olduğu kimi sualı vurğulayır. Birinci child language acquisition, acquisition mənimsəmə, yəni öyrənmə deməkdir. Dili öyrənməsində həm both vurğulayır, both left and right hemisphere, hər iki yarımkürəni istifadə edir deyir. Və beşinci testdə isə burada leads to feili səhv verilib. Reduce, yəni bu nəticələnir demir, əksini deyir. B variantı olduğu kimi vurğulayır. C variantında regardless of accentdir. Burada ama because of verib, yəni aksentinə baxmayaraq deyir, amma burada aksentinə görə deyir ki, insanlar professional, yəni mükəmməl olmurlar dildə. D variantı depend on yox, contain deyir, yəni bunlardan ibarətdir deyir. Və Y variantında isə reduce sözü yanlışdır. Ümumiyyətcə, yəni ki, kognitiv bilirsiniz ki, idrak deməkdir. Cognitive flexibility, yəni eyni anda ikisini də etmək, idrak, yəni qavrama. Deməli, bu da səhv variantdır. Doğru cavab olur B variantı. Daha sonra bildiyiniz kimi bizdə iki mətn olur. Gəlin birinci mətnin suallarına baxaq. Sualların cavablarını mən sizin üçün işarələmişəm ki, yəni istəsəz yenidən də baxa bilərsiniz. Birinci başlayaq 6-cı sualdan. 6-cı sualda deyir ki, yarasa və yaxud da quş kimi heyvanlar, yəni ağcaqanadların da, yəni azaldır müəyyən ərazilərdə. Zəhmət olmasa gəlin baxaq. Gördüyünüz kimi buradadır ki, yəni deyir ki, onlar yəni ağcaqanadları yeyirlər də, yəni belə təbii düşmənləridir. Bringing more of animals into place, yəni həmin yerlərə bu tip heyvanları gətirmək belə kömək edir ki, biz onlardan, həmin ərazilərdə, yəni onlardan belə də bir növ azaldıq, canımızı qutaraq. İkincisi, kimyəvi spreylərdir ən effektiv yoldur onlar öldürmək üçün, hansı ki, heç bir digər spice, yəni bitki mi, heyvan mı onlara zərər vermir. Amma gördüyünüz kimi burada vurğulamışıq ki, bəli, onlar da zəhərlərlə, spreylərlə öldürülə bilər. Hətta baxmayaraq ki, bunlar öldürür, amma onlar harm, zərər verir. Amma burada deyir without, təsir etmədən, amma təsir edir. 6.3-də deyir ki, birindən digərinə xəstəliyi ötürür. Transmit, yəni ötürmək, bir yerdən digər yerə və yaxud da burada indi bir nəfərdən digərinə ötürmək. Gördüyünüz kimi mətnin başlanğıcında verilib. Carry, yəni daşımaq, elə transmitdə, yəni ötürmək deməkdir. Cavabı burada vurğulanıb. Daha sonra 6.4-də isə deyir ki, yəni ki, bunlardan eliminate, yəni canını qurtarmaq, bunları silmək və məhv etmək üçün işləyirlər və onların daşıdığı xəstəlikləri, yəni ən axırıncı hissədə bu vurğulanıb. Hətta bu 10-cu sualın cavabında da var. Daha sonra 7-də bizə nə deyir? İkinci abzasın hansı cümlə ilə, yəni yekunlaşa biləcəyini soruşur. İkinci abzası oxuyanda biz görürük ki, ikinci abzasda bizdən nədən danışır? Yəni bizə ümumiyyətcə ağcaqanadlar haqqında məlumat verir ki, yəni kişi cinsindən olanlar heyvanlar, bitkilər yeyir, qadın cinsi olanlar isə heyvan qanlarını içir və s. Yəni onların qana ehtiyacı olur ki, yumurta qoya bilsinlər. Hətta insanları da qadın ağcaqanadlar dişləyə bilir və bu da yəni ki, bir hansı deyil maddədə insan qanında, yəni olur, onu neynir, ötürür və bu da ölümcül xəstəliklə də nəticələnə də bilər, nəticələnməyə də bilər. Yəni söhbət bundan gedir. A variantında heç ümumiyyətcə bu barədə danışmır, mosquito nets yoxdur. B variantında zəhər və spreylərdir, onlardan qorunmaq üçün adekvat yoldur, bu deyil. C variantında isə deyir ki, təbii, yəni düşmənlər, yəni bayaq dediyimiz kimi heyvanlar, hansı ki, ağcaqanad yeyən heyvanları gətirmək deyil. Ümumiyyətcə burada nəticələnir ki, yəni onların dişlədiyi
yəni ki, hansı ki, dişləyərkən buraxdığı maddə, yəni belə deyək, zəhər ölümcül də ola bilər, olmaya da bilər deyir və buna görə də D variantı daha da uyğundur ki, və bu dişləmənin nəticəsində kiçik bir yəni şişmə, qızartı da ola bilər və yaxud da ki, ölümcül bir xəstəlik, ciddi bir xəstəlik də ola bilər. Yəni D variantı tamamilə bura uyğun gəlir. Daha sonra 8-ci testdə isə deyir ki, ən yaxşı yolu ağcaqanadlardan müdafiə hələ mövcud deyil. Niyə? Çünki bəli, burada danışır ki, ağcaqanadı o tutan, nə deyirlər ona, netlərdə və yaxud da ki, təbii düşmənlərmi, yəni heyvanlarımı nəzərdə tutur, zəhər spreymi, yəni zəhərlərmi və yaxud da onları öldürmək üçün lazım olan spreylərmi, bunları nəzərdə tutur və yaxud da ki, bir-bir öldürməkmi? İndi mən sizə mətndə göstərəcəm ki, orada, yəni vurğulayıb imanlı ki, yəni nə qədər yol olsa da biz neynirik? Onun tam dəqiq yoxdur. Bircə saniyə qalxaq. Hı -hı. Bir dəqiqə. Ee, aha, buradadır. There is no sure way to protect everyone in the world from their deadly bites. Yəni dəqiq, əmin, yəni bir yol nədir? Yoxdur. Davam eləyək. Daha sonra 9-da transmit, bayaq dedik, transmit nədir? Bir yerdən digər yerə ötürmək, send or pass. Daha sonra 10-da bizdə hansı sualların cavabı var deyir. Bu sizə də çox diqqətli olmaq lazımdır. Bəzən olmayanları soruşur, bəzənsə olanları soruşur. Birinci sualın cavabı var, bəli. Bayaq da dedik 6.4-də. Y variantı, ən axırıncı cümləmizi demək istirdim. It is highly likely that one day scientists will find a way to keep everyone safe. Yəni bunlardan və onların daşıdığı xəstəliklərdən alimlər yəni bir gün bunun çarəsini tapacaqlarını ümid edirlər. Daha sonra neçə nəfər bu xəstəlikdən yəni ölür? Mətndə vurğulanmışdı ki, 700 milyon nəfər, yəni onlar il ərzində belə deyək də, deməli dişləyirlər, xəstələr olur. 700 milyondan çox daha. Amma at least 2 milyon, ən azı 2 milyonu bu xəstəlikdən ildən eləyir, ölür. Yəni bu onların keçirdiyi xəstəliklərdən. İnsanı dişləyəndə nə baş verir? Bayaq 7-cidə vurğuladıq ki, qızartı baş verə bilər və yaxud da ölümcül, yəni ağır da ola bilər, bir xəstəliklə nəticələnə bilər. 4-cü və 5-ci sualların cavabları yoxdur. Niyə? Deyir ki, dünyada ağcaqanadlar ən çox harda tapılır, yəni harda olur? Bu barədə ümumiyyətcə məlumat yoxdur. Və ağcaqanadların böyüməsinin əsas səbəbi ümumiyyətcə mətndə bunların heç biri haqqında informasiya yoxdur. Daha sonra keçək ikinci mətnimizə. İkinci mətnimiz bizim konservləşdirilmiş qidalardan danışır. Gəlin, mətndə mən yenə vurğulamışam cavabları, doğru cavabları. Yenə də baxaq. Birincidə deyir ki, it is surprising too many people can produce, can burada konservləşdirmə, yəni konserva deməkdir. Can be as nutritious as fresh food. Yəni təbii qidalar qədər, yəni belə deyək ki, fresh olduğunu eşidəndə təəccüblənirlər. Gördüyünüz kimi, bəli, burada var eyni cümlə. Many people are surprised to hear that canned food can have as many nutrients as fresh. Daha sonra 11.2-də deyir ki, faktdır ki, bu 24 ay davam edir. Bəli, bu mətndə vurğulanıb, sadəcə 24 ay şəklində yox, 2 il, for 2 years görürsünüz, food in can, yəni konservada olan qidalar 2 il müddəti var. Sadəcə 2 il 24 ay elədiyinə görə deməli doğru cavabdır. Daha sonra 11.3-də deyir ki, konservləşdirilmiş pomidorlarda yəni xərçəng xəstəliyi ilə mübarizə üçün ingredient, yəni bir tərkib, ingredient var. Gəlin, gördüyünüz kimi burada var. Yəni ki, imunludur ki, bizdə konservləşdirilmiş qidalarda belə bir maddə var və o da hansı ki, xərçənglə mübarizədə çox yaxşı bir ingrediyentdir.
Daha sonra 6.4'te isə deyir ki, faydalarına baxmayaraq bəzi insanlar, yəni neynəməyim, consuming object, yəni etiraz edirlər, yəni bunun istifadə etməyin. Bu da doğrudur. Çünki mətnin ən axırıncı cümləsində belə bir şey deyir ki, bəziləri üçün yəni müqayisə yoxdur da, yəni təzə ilə konservləşdirilmiş versiyası arasında, yəni heç bir müqayisə görmürlər. Amma no matter what benefit of canning, yəni onun faydasının nə olmasına baxmayaraq, yəni regardless fərq etməz. Amma bəzi insanlar refuse, yəni object mənasına gəlir. Onu yeməkdən imtina edirlər ki, o təzə deyil. Yəni bu da doğru cavabdır. Daha sonra bizə belə bir cümlə verib və bu cümlənin nə mənaya gəldiyini vurğulayır. Nutritional value of fresh produce. Produce burada yəni fresh məhsullar anlamındadır. Diminish bildiyiniz kimi azaltmaqdır. Diminish over time before consumption. Consumption burada istehlak, yəni yemək deməkdir. Zəhmət olmasa baxaq, A bəndində produce retain deyir, yəni qalır. Amma bizə diminish deyir daxı burada, azaldır deyir. Yəni ona görə bu cümlə onun yəni o mənaya gələ bilməz. Özü burada regardless of time deyir, amma burada before consumption. B variantında lose deyir, itirir. Azaldır deyir, burada itirir deyir. Amma ondan əlavə də burada after it deyir. Yəni yenə bu səhvdir. Yəni dərhal deyir, harvest hətta yığıldıqdan dərhal sonra dəyərini itirir. C variantı düzdür. Decrease, diminish'lə sinonimdir. Before being eaten, yəni consumption sinonim olaraq verilib, yəni tamamilə doğrudur. D variantında doesn't contain deyir, yəni ibarət deyil, amma burada deyir ki, value azaldır. Yəni burada istifadəyə qədər, burada until deyir, istifadəyə qədər heç bir vacib nutriyenti yox idi onun deyir, səhvdir. Y variantında isə deyir ki, nə qədər fresh olarsa, o qədər də yəni nutrient bilirsiniz də lazımlı o qidalar. Bu yəni gördüyünüz kimi ondan heç eyni mənaya gəlmir. Səhvdir. 13-cü testdə də artıq mətnə baxmağımıza ehtiyac yoxdur. Bayaq vurğuladıq ki, pomidorun tərkibində belə bir maddə var, hansı ki, kanser, yəni xərçənginlə mübarizəyə kömək edir, yəni faydalıdır ona qarşı. C variantı düzdür. D variantında take up bir sıra mənaları var. Take up, onu use, occupy, yəni istifadə eləmək, tutmaq. Burada da görürsünüz ki, vurğulayıb ki, bizə burada buralardaydı. Aha. Fresh produce on the house may need to be transport. Yəni this can take up 2 weeks. 2 həftə qədər yəni vaxt apara bilər də. Yəni vaxt buna lazımdır. Gördüyünüz kimi eyni mənadadır. To fill a particular amount of space. Yer də ola bilər bu. Vaxt da ola bilər. Take up. 15-ci sualda gördüyünüz kimi hansı sualların cavabı yoxdur. Bu dəfə bizdən cavabı olmayanları istəyir. Birincidə deyir ki, qablaşdırılmış, yəni konservləşdirilmiş və fresh məhsulların fərqi nədir? Gördüyünüz kimi bütün mətn onsuz da ondan danışır ki, yəni fresh nədir? Vurğulayır ki, fresh produce will continue to lose important, yəni yeyilən nə qədər itirə bilər və yaxud da ki, digər avantajı odur ki, yəni kəndin o idi ki, yəni konservləşdirmişin, yəni xərçəngə qarşı müəyyən maddələr var orada. Daha sonra gördüyünüz kimi bu hissədə tamamilə onlardan danışır, onun fərqlərindən vurğulayır. İkincisi, yenə vurğuladığımız kimi eyni şeydir. Fərqlərini deyəndən sonra benefitini bizdən soruşur, yəni faydasını soruşur konservləşdirilmiş meyvə və tərəvəzlərin. Yəni burada da vurğulanıb, advantage odur ki, onlarda yenə xəstəliyə qarşı bir maddə var və yaxud da hansı ki bu freshdə yoxdur. Daha sonra vurğulanır burada, hamısı dezavantajı da var, avantajları da hamısı burada vurğulanır. Which one will stay stable for 2 years? Hansı 2 il davam edir? Burada da vurğuladığımız kimi konservləşdirilmiş 2 il müddətinə davam edir. Amma dördüncüdə nə qədər tez-tez istifadə edirlər? Yəni bu aralıq ümumiyyətcə zaman bildirilən bir şey yoxdur mətndə. Ən məşhur brend, konserv brendi ümumiyyətcə o barədə yenə də mətndə neynəmir, danışmır. Bunlar yoxdular.
Daha sonra bildiyiniz kimi bizdə digər suallar həm leksik, həm də qrammatik testləri özündə birləşdirir. 16-cı test tense form, yəni zamanları bizdən düzgün zamanı tapmağımızı tələb edir. He says or he said birinci tərəfə dəymirik, yəni hamısı ola bilər. Amma baxıram ki, bəzən varsa, burada bizə ipucu verir ki, məchul növ seçməliyik, yəni onlar tərəfindən. Məchul növ seçməli olduğumuza görə, A bəndində had received səhvdir. D variantında received səhvdir. Çünki bunlar məlum növdür, qəbul edib. Xəbər qəbul edə bilməyəcəyinə görə A ilə D çıxdı. Yesterday olduğuna görə biz past simple seçməliyik. Yəni B-də indiki bitmişdi, C-də isə keçmiş bitmişdi. Ona görə doğru cavab olur Y variantı. Daha sonra 17-ci testdə bizdən sual cümlələrini soruşur. Sual cümlələrində biz hətta have to, has to modal feillərinin istifadəsini də burada vurğulayıb, yəni hər iki qaydaya diqqət etməliyik. A bəndi ayrıcı sualdır, tamamilə doğrudur. Yəni gördüyünüz kimi verilib, birinci tərəf təsdiq, ikinci tərəf inkar və has to modal feilinin inkarı doesn't-dan olduğuna görə tamamilə doğrudur. B variantında, bəli, birinci tərəf inkardır, ikinci tərəf təsdiqdir. Bu hissə düzdür. Amma birinci tərəfin köməkçi feili doesn't olduğuna görə biz ikinci tərəfdə does he yazmalıydıq. Yəni səhvdir. C variantı səhvdir. Çünki do, does, did ilə sual verəndə onlardan sonra to-lu məsdər işlənmir. Yəni does he have breakfast olmalıydı. D variantında has breakfast əsas feildir. Çünki has'dən başqa feil yoxdur. Yəni bitmiş zaman deyil. Has breakfast səhər yeməyi yemək deməkdir. Əsas feil olduğuna görə onun sualı does-la olmalıydı. Yəni when does he have breakfast olmalıydı. Və Y variantında yenə has breakfast əsas feil olduğuna görə biz onun sualını has he ilə verə bilmərik. Olmalıydı does he have breakfast. Daha sonra keçirik 18-ci sual, əvəzlik mövzusudur. Of olduğuna görə, yəni burada hər biri düz gəlir. Çünki niyə? Bu cümlənin xəbəri olmadığına görə, yəni bu əvəzliklə olan birləşmə mübtəda deyildi. Biz xəbərə görə tək cəm olduğuna görə seçə bilmirik. Yəni birincilərin hamısı düz gəlir. Söhbət ikinci tərəfdə tamamlanacaq. Oven sözündən əvvəl həmişə yəli əvəzliyi olmalıdır. D variantındakı him obyektdir, çıxır. Və burada ovendan sonra esse, yəni inşa ismi olduğuna görə B-də theirs, Y-də isə hers çıxır. Çünki onlardan sonra isim gəlməməlidir. A və C variantı qalır. Sadəcə olaraq boss dediyimə görə, yəni tələbələrin hər ikisinə müəllim dedi ki, yazsın, öz inşasını deyəndə artıq onlar 2 nəfərdirsə, onların öz inşaları olmalıydı. Yəni boss olduğuna görə zeyr olmalıydı. Amma A bəndi tamamilə düzdür. Çünki iç hər biri deməkdir. Yəni müəllim hər bir tələbəyə sanki tək-tək, yəni hər biri özünün inşasını yazmağını, yəni dedi. Ona görə də cavab olur A bəndi. 19-cu test logical, yəni tamamilə tərcüməyə əsaslanan testdir. Burada A bəndi düzdür. Deyir, sənin referansın bu işə aşkar şəkildə uyğundur. Keep in touch with us, keep in touch əlaqə saxlamaq, yəni bizlə əlaqədə ol. Əlaqə saxlayın, mümkün qədər tez bizlə əlaqə saxlayın. Düzdür də, uyğundursa əlaqə saxlamalıdır. B variantında confidential gizli. Gizli bir məsələdir. Sonra deyir ki, declared publicly. Yəni ictimai şəkildə elan olunmalıdır. Bu gizlidirsə, necə ictimai şəkildə gərək elan olunsun? Səhvdir. C variantında deyir ki, kimyəvi maddələr asanlıqla təmiz suları neyinir? Çirkləndirir. Contaminate, çirkləndirmək. Ona görə də deyir, biz onu təmiz suya tökməliyik, axıtmalıyıq kimyəvi maddələri. Səhvdir. D variantında deyir ki, sürət limitini keçməməlisən. Yəni, gərək keçməyəsən. Əks təqdirdə otherwise you hardly find. Sən heç cərimələnməyəcəksən. Hardly inkar olduğuna görə artıq you don't find da, yəni you didn't find, belə deyək. Cərimələnməyəcəksən. Sorry, burada məchul növdür. Yəni you aren't find, I'm so sorry.
Yəni cərimələnməyəcəksən deyir. Yəni əgər sürət limitini, yəni burada uyğun gəlmir də, keçmirsənsə, uyğun gəlmir. Y variantında isə nədir? Convention on Human Rights protects people from freedom and peace. Hə, bir də deyir ki, azadlıq və sülhdən qoruyur. Əksinə, yəni negativ şeylərdən qorumalıyıq da. Ona görə Y variantı da səhvdir. Aydın oldu. Yəni burada heç bir variant uyğun gəlmədi. Yəni gizlidirsə ictimai şəkildə elan oluna bilməz. Çirkləndirirsə onu təmiz sulara axıda bilmərik. Sürət limitini keçmirsə zaten cərimələnməyəcək. Yəni bu uyğun gəlmir. Yoxsa cərimələnməyəcəksən. Yəni belə çıxır ki, keçsə cərimələnməyəcək. Y'də isə deyir ki, sülh və müharibədən qoruyur. Əksinə from onlardan qoruyur. Səhvdir. 20-cidə isə bizə deyir ki, make up a story, hekayə qur. Biz adətən demişik ki, bu tip testlərdə one day falan olanda başlayırıq. Amma burada one day ilə başlamırıq. Çünki one day-dən sonra fikir verin. He, she, zemən, bu tip ifadələr varsa artıq bu zemənin kim olduğu haqqında danışmalıyam ki, z deyə müraciət edə bilim. İlk dəfədən biz ona z deyə bilmərik, axı bəlli deyil. Ona görə burada 5 ilə başlayırıq ki, very busy man tez-tez yəni çətirini itirirdi. 5. Sonra 7. O qatarda, nə bilim, tramvayda, mağazada, yəni onları çətirlərini itirirdi. 8. Yoldaşı bir gün ona dedi. 2. Sən yəni do you think we can buy umbrellas every day? Sən fikirləşirsən ki, biz hər gün çətir ala bilərik? 1. One day bir gün kişi qatarda bir çətir görür. 4. Deyir, bugün yəni itirməyəcəm də çətirimi fikirləşir və çətiri neynir? Özündən evə gətirir. 3. Yoldaşı bunu görəndə başladı gülməyə və deyir. 6. Amma sən bugün özündən çətir aparmamışdın, yəni bu səhər özündən çətir aparmamışdın. Cavab olur C variantı. Ümid eləyirəm ki, sualları başa düşdünüz, izahı aydın oldu. Hər birinizə imtahanda uğurlar. Çox sağ olun.